Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir naxışın toxunmasını istəyirəm göstərim. Toxunması çox asandır. Bunu nəyə istəsəz toxuya bilərsiniz. Jilet, ceket, papaq, svitrə, hər şeyə. Naxışlar 2 ilməkdən əmələ gələn bir naxışdır. Ona görə rezinka hissəsini 2-2 yığmışam. Sapımdakı 100 qramlıq 350 metrəlik sapdır. İndi bunun üçün belə bir sapımı götürürəm. Bunun üstünə 2, 4, 6, 8, 10, 12, 14, 16, 18 ilmək yığacağım. 2-2 yığıram. Biraz kısa formada yığacağım. 18 ilməyi. İki, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18 ilmek yığdım. Buradan bir düğün atıram. Burada maneçilik eləməsin. Kəsirəm buradan. İndi bu ilməkləri mən 2 tərs 2 düz toxuyacağım. Birinci tərsləri götürürəm. 2 tərs 2 düz. İki tərs 2 düz. Bu sıranı axıra qədər bu formada toxudum. 2 tərs 2 düz, kənarda da yenə 2 tərs. İndi tərs üzdən də tərsləri tərs, düzləri də düz. Yenə bir sıra düz üzdən, bir sıra da tərs üzdən toxuyuram. Rezinka hissəni nə qədər istəsəz, o qədər də toxuya bilərsiniz. Rezinkanın uzunluğunu. Mən indi göstərmək üçün toxuyuram. Yəni qısa formada toxuyacağım. Yine bir sıra ters yüzden toxuyuram. İnci düz üzdən 2 tərsi toxuyuram. Buradan indi düz ilməkləri yanından 1, 2, 3, 4-cüdən buradan bir ilmək çıxardıram. Toxumuram. Sonra bu 2 ilməyi düz toxuyuram.
Sonra bu tərəfindən 1, 2, 3, 4-cü boşluqdan çıxardıram. Belə. Sonra bu tərsləri toxuyuram. 2 tərsi toxudum. Yenə bu düz ilməklərin yanından 1, 2, 3, 4-cü boşluqdan bir ilmək çıxardım. 2 düzü toxudum. Sonra bu tərəfindən 1, 2, 3, 4 çıxardım bir ilmək. Sonra tərsləri toxuyuram. 2 tərs. Yenə buradan düz ilməklərin yanından bir ilmək çıxardım. Düz ilməkləri toxudum. Sonra da bu tərəfindən 4-cü boşluqdan bir ilmək çıxardım. O çıxardığım ilməkləri toxumadım. Yenə də bu tərəfdən 1, 2, 3, 4. 4-cü boşluqdan bir ilmək çıxardım. Buradan düz ilməkləri düzdə toxuyuram. Sonra da bu tərəfindən düz ilməklərin hər iki tərəfindən ilmək çıxardıram, amma toxumuram. Tərs üzdən də yenə 2 düz bu çıxardığım ilməyi toxumadan yenə götürürəm. 2 tərs. Bu tərəfdəkini də yenə toxumadan götürdüm. 2 düz. Axıra qədər bu formada toxuyuram hamısını. Götürdüklərimi yenə toxumuram. Yenə tərsi tərs, düzü düz toxuyuram. Götürdüm, 2 tərs. Yenə bu götürdüyümü götürdüm, 2 düz. İndi bura düz üzüdür. Düz üzdən 2 tərsi toxuyuram. Bu artırdığım, götürdüklərimlə ortadakı 2 ilməyi 4'ün bir yerdə götürüb bir ilmək çıxardım. Sonra bu 4 ilməyin bu tərəfindən dördünü içindən də bir ilməklə çıxardım. Sonra yenə 2 tərsi toxudum. Yenə bu artırdıqlarımla ortadakı 2 düz ilməyi 4'ün içindən bir ilmək çıxardım. Sonra bu tərəfdən buradan 4'ünün içindən də bir ilmək çıxardıram. Yenə 2 tərs. Yenə bu 4 ilməyin içindən çıxardım. Sonra 4'ün içindən bir tərəfə də buradan çıxardım. 2 ilmək. Yenə 2 ilmək oldu. 2 ilməkdən 4 ilmək burada eləmişdik. Yenə 4'ün içindən bir ilmək çıxardım. Sonra bu 4 ilməyin içindən yenə bu tərəfdən bir ilmək çıxardım. Yenə 2 tərs. İndi bu tərs üzdən yenə tərsləri tərs, düzləri də düz. İki tərs, 2 düz olur yenə.
formada belə bir naxış alınır. İndi yenə bu üzdən bir sıra düz üzdən, bir sıra da arxa üzdən toxuyuruq. Yenə eyni şeyi təkrar eləyirik. Bu formada belə bir naxış alınır. Belə. Sağ olun. Gələn videomda görüşənə qədər.